Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Yəqin ki, bu sözləri ölkəmizdə məxsusən az eşitməmisiniz. Əşi, bu 1400 il bundan qabaq ərəblərin yazdığı kitabı biz niyə oxumalıyıq? Müxtəlif bəzi verilişlərdə, bəzi dırnaqarası çox bilmiş, özünü göstərən müasir fikirlilər adı altında olanlar bu barədə danışır. Amma gəlin görək, Qur'an nədir? Hansı kitabdır? Allah Peyğəmbəri buyurur ki, İnni tarikum fikumus thaqaleyn kitabəllah və itrəti. Sizin aranızda ağır əmanət qoyuram 2 dənə. Kitabəllah, Allahın kitabı, ərəbin yazdığı kitab deyil. Və itrəti, bunlar əhl-i beytimlə birlikdə qiyamətə qədər bunlar bir-birindən ayrı bir həqiqət olaraq cilvələnməyəcəklər. Deməli, bu kəlamdan başa düşülür ki, ölkəmizdə və bir sıra yerlərdə, hətta İranın özündə də müəyyən azlıqlar var. Qədim İran imperiyası deyə özlərini belə deyim, murdar milliyyət əqidəsinə qurban veriblər. Türkiyədə də var bu və ərəb fars nədir, ərəb türk nədir, ərəb hara, mən hara. Bu cür təbliğlərlə, ki, əlbəttə düşmənin dəyirmanına su tökən təbliğlərlə bu sözləri deyirlər. Allahın Rəsulu buyurur ki, bu Allahın kitabı və mənim əhl-i beytim bir-birindən ayrılmaz bir mütləq varlığın həqiqəti olan Allahın, Həzrəti Haqq Taalanın öz vücudundan cilvələndirdiyi ən böyük təcəlliləridir. Demək, buradan bir şey də başa düşmək olur ki, əslində Qur'anın həqiqətini təhrif etmək istəyənlər ki, Allah Qur'anda onlardan danışır ki, bunların kökü fasıq Yahuddan başlayır və onların ölkələrimizdə yerləşdirdikləri trollardan Qur'anın həqiqətini təhrif etməklə Peyğəmbərin kəlamına diqqət etsək, əslində canlı Qur'an və bizim siyasi və ictimai, sosial, mədəni həyatımızı hakimiyyət etməyə layiq olan canlı Qur'anları, Əhl-i Beyti vurmaq istəyirlər. Bəs digər tərəfdən də Əhl-i Beyt məktəbi ilə mübarizə aparanlar məlum olur ki, Qur'anın həqiqətini vurmaq istəyirlər. Bu, Allahın canlı Qur'anı olan Peyğəmbəri vasitəsilə bizə başa saldığı ki, Qur'an nə olsun ki, kəlmələri ərəb dilində yazılıb. Amma bu ərəb dili bir orijinal ərəb dilidir ki, o zamandan bura ərəblərin özünü belə, ən məşhur şairlərini, söz ustadlarını belə heyrətdə saxlayıb və məğlub edib. Allahın ikinci əmanəti, susan Qur'anın özündə də bunun mükəmməl cavabı var. Yusuf surəsinin əvvəli ki, əksəriyyətimiz bəlkə də əzbər bilirsiniz. İnna ənzəlnəhu Qur'anən arabiyyən ləalləkum təqilun. Buyurur ki, biz həqiqətən də Qur'anı ərəbi dilində, ərəbi olaraq indirdik ki, bəlkə sizlər əqillənəsiz. Bir nəfər o dediyim bu propagandaları yayanlar deyə bilərlər ki, elə öz dediyin ayədə Allah ərəblərə deyir də, sizin dilinizdə göndərdim ki, başa düşəsiz. Görürsünüz, ərəblər üçündür. Yaxşı, ərəb yazmayıb, amma ərəblər üçündür. Bizə nə dəxli var Qur'anın? Xeyr. Əgər Allah ərəblərə göndərmiş olsaydı, mənim həmişə diqqətimi çəkən nöqtə var bu ayədə. Buyurardı ki, deməzdi ləalləkum təqilun. Allah buyurardı ki, ləalləkum təfhəmun, tudrikun. Bəlkə bir başa düşəsiz, fəhm edəsiz. Buyurur təqilun.
əql məqamınıza, əqlinizə vurasınız. Əql həmin həyatın fəlsəfəsi və hikmətini və həqiqətini başa düşən insanın bu dünyada ən üstün məqamı və varlığının ən uca nöqtəsidir. Allah deyir, ərəb dilində göndərdim ki, tərcümə edib başa düşəsiniz yox ha? Onda deyə bilərdiniz ki, bəlkə ərəblər. Təqilun. Niyə görə? Çünki ərəb dili oxuyanlar bilir, biz də oxumuşuq. Və kitablarımızın bir çoxu da fəlsəfi, irfani kitablarımızın ərəbcə mənbələri ərəbcə yazılıb. Ərəb dilində insanın hikmət və əqli məqamı ilə rabitədə olan bir çox imtiyazlar və üstünlüklər var ki, bir çox dillərdə o yoxdur. Yadınıza gəlir, elə həmin bu kitabı təhrif etmək istəyən əksəriyyəti fasiq çıxan Bəni İsrail və yaxud Yahud barəsində danışanda demişdik. Məsələn, Allah buyurur, لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودِ. İnsanlara, müminlərə qarşı ən şiddətli düşmənçiliyini mütləq sən Yahudda görərsən. Ədavə. Demişdik, düşmənçiliyin ən azı 4 həddi var, 4 cür ləfzlə ərəb dilində bu bildirilir. Üçüncü kulminasiya nöqtəsinə bir nöqtə qalmış əməli düşmənçilik, təktərəfli, əməli şəkildə düşmənçilik edən ədavət sözündən qaynaqlanır. Allah da Yahud və vəllədinə əşrəku, Sufyani cərəyanını bu cür tanıtdırır. Və maraqlıdır ki, həmin ədavəti şeytan barəsində də Yasin surəsinin 60-61-ci ayəsində buyurur. Aduvvun mubin. Bu, qısa elementar bir misaldır. Demək, ərəb dilinin təkcə digər dillərdə, bütün dillərdə olduğu kimi təkcə elə ləfzdən insanı təsəvvürdə olan mənaya aparma qabiliyyəti yoxdur. Daha dərin yerlərə aparma qabiliyyəti var. Bu bir məsələ. Söhbət original Qur'anın endiyi ərəb dilindən gedir. Bunları diqqət elədikcə biz daha gözəl anlayırıq ki, sizə söz verdiyimiz və 2 proqram bu yaxınlarda icra etdiyimiz və davamını icra edəcəyimiz Azərbaycan alovundan İmam Baqir əleyhissalam danışanda niyə ərəblərə tərəf gedir? Sonda İmam Baqir Azərbaycan alovundan danışır, sonda deyir ki, bir kitabın cədid gələcək, İmam-ı Zaman yeni kitab gətirəcək. Yeni kitab yəni nə? Bu Qur'andan ayrı Qur'an gətirəcək. Xeyr. Kitabın həqiqəti İnna bayaq dediyim ayə. İnna ənzəlnahu Qur'anən ərəbiyyən, ərəbi ki, ləalləkum təqilun. O Qur'anı bütün şəhvət vasitələrinə oyuncaq edən, satılmış və bir çoxlarının kökü Yahudla birgə olan Bəni Üməyyəçi ərəblərə yeni gələcək bu kitabın həqiqəti. İmam Zaman barəsində Azərbaycan fitnəsindən keçir bir kitabın cədid. Yeni kitab gətirəcək, sonra buyurur Ələl-ərəbi şədid. Ərəblərə çox-çox çətin olacaq bunu qəbul eləmək. Bunu daha gözəl anlamaq olur. Halbuki elə bu yerdə Qur'anın bir möcüzəsi də yadıma düşdü. Qoy onu da deyim, söhbətimiz tamam ki, daha yaxşı dərk eləyək ki, axır zaman hadisələri ki, həmişə dediyimiz kimi böyük ehtimal versək ki, bu hadisələr onu göstərir və %100 tətbiq etməyə haqqımız olmasa da, baxın, bu çəkəcəyim misalla bu axır zaman hadisələrində alt-üst olmaq, əleyhissalam buyurduğu kimi alt-üst olmağın və yer dəyişmələrin və daşların yerinə oturmasının belə deyək, bizə bariz nümunələrindəndir bu misal. Deməli, Qur'anda bir ayə var.
bilirsiniz də Tin surəsi. Və-tini və-zeytun və turi sinin və hadəl bələdil əmin. Allah and içir. And olsun əncirə və zeytuna. Niyə görə əncir və zeytun? Bəzi yerlərdə qaçan atların ayağından çıxan torpağa çox az halda biz görmüşük ki, maddi hansısa bir nemətə and etsin. Bunun ən qabarığı tin və zeytundur. Tin, əncir və zeytun. Əzizlər, zeytun həkim olanlar, tibb sahəsində olanlar bunu onların öz ixtisasıdır, bizdən daha yaxşı bilərlər. Məxsusən də sünnəti olan tibb, İslam və sünnətdən qaynaqlanan və İbn Sinadan kökü daha böyük ölçüdə bizə çatan təbabət deyirik. Bu tibblə məşğul olanlar daha yaxşı başa düşər. Amma ümumiyyətlə, təbiblər bunu yaxşı başa düşər. Zeytunun xasiyyətlərini saymaqla bitməz. Yəni, zeytun nadir bir meyvədir bəlkə də. Yeməkdə, salatda, dərman olaraq, qanın bir çox funksiyalarının yaxşılaşdırılmasında mən saymıram detallarıyla iştirak edir. Ya özü də fövqüladə şəkildə təsiri var. Hətta bilirsiniz də, cism insan həqiqətinin fiziki aləm surətində cilvələnən formasıdır. Mənim fiziki formamdır. Fiziki formamdan əsər mənim ruhuma da keçir. Beləliklə, zeytun fiziki təsiri ilə ruha da müsbət, çox fövqüladə, istisnai təsir qoyur. Əncir də belədir. Əncir elə bir meyvədir ki, məsələn, onun xüsusiyyətlərindən biri qan məsələsində qanda olan şəkəri aşağı düşməyə qoymur. İçində yüksək dərəcədə şəkər var. Bundan əlavə əncirin o tumları ki var, qəbz olmanın müalicəsidir. Hətta əncirin digər bir fövqəladə və müstəsna faydası da dəmirin miqdarının onun tərkibində çox olmasıdır, yüksək olmasıdır. Buna görə də təbiblər və həkimlər məsləhət bilirlər ki, bədəndəki balanslaşmanı qorumaq üçün əncir zeytunla birlikdə yeyilsin. Quran buna and içir və mənim gətirmək istədiyim maraqlı fakt buradadır. Yaponiya bilirsiniz də, dünyada texnoloji inkişafı olan barmaq sayı qədər ölkələrdən biridir. Yapon mühəqqiqləri belə bir insanın beynində xüsusi protein ifraz edən molekullar var, hüceyrələr var ki, o 60 yaşından sonra tamamilə ortadan gedir və dayanır. Qocalma sürətlənir. Yapon mühəqqiqləri də elə bir meyvə, elə bir yiyəcək araşdırırlar ki, bu proteinləri bərpa edə bilsin. Bunlar uzun araşdırmalardan sonra yetişirlər bu nəticəyə ki, zeytun və əncir. Bir dənə əncir, 7 dənə zeytun. Beynin ifraz etdiyi və 60 yaşdan o tərəfə tətil olduğu, yəni da ondan tərəf ifraz etmədiyi bu protein ki, qanda xolesterolu azaldır, insanın şücaətini artırır və qəlbi gücləndirir, ürəyin döyüntülərini, bir növ cavanlaşdırır və cavan saxlayır. Bu protein ki, beyində ifraz olur, 60 yaşdan sonra itir, 7 zeytun bir əncirlə bu nəticəyə çatırlar. Bərpa olunur. Bunu eşidən Misirdə əhl-i sünnə Quran araşdırmacılarından biri görür ki, Yaponlar bu nəticəyə çatır. Bir dənə namə vurur, həmin bu Yapon mühəqqiqlərinə göndərir ki, 7 zeytun və bir əncir ki, siz uzun araşdırmalarınızdan sonra bu nəticəyə çatmışsınız ki, bir növ cavanlıq iksiridir. Bizə Allahdan nazil olan və bütün kitabları təsdiq edən və ən kamil forması olan Quranda elə 7 dəfə zeytun, bir dəfə əncir işlənib. Kəlməsi Allah Teala gətirib. Bunu Yaponlar təəccübə gəlir, araşdırırlar bu mühəqqiqlər və
araşdırırlar, görürlər, bəli, belədir və bunu da araşdırırlar. Görək Qur'an həqiqətən də 1400 ildən daha çox bundan öncə nazil olan bir kitabdır. Kötüyünə çatırlar ki, bəli, 1400 ildən daha çox bundan qabaq gələn bir kitabdır. Və ona görə də İslamı qəbul edirlər. Bax, buna görə dedim ki, vuracağım bu misal ölkəmizdə, digər müsəlman ölkə, hərəsində bir cür, İranda bir cür, Türkiyədə bir cür, Azərbaycanda bir cür, hətta ərəblərin içərisində bir cür anti-Qur'an təbliğinin və bu təbliğin nəticəsində axır zamanda ərəblərə İmam Zamanın gətirdiyi Qur'an yeni kitab kimi gələcəyinin səbəblərinin nə olmasını bizə daha yaxşı çatdırır və bundan əlavə Əleyhisselamın buyurduğu axır zamanda alt üst olacaqsız kəlamının hikmətini daha yaxşı anlamağa əsas verir. Buna görə də bilməliyik ki, Qur'an aləmin həqiqəti olan Həzrəti Haqq Təaladan nazil olan bir kitab olaraq əvvəl və axırımızı təşkil edir və qalib həm danışmayan, samit, susan Qur'andır və o susan Qur'anın natiq, danışan forması Həzrəti İmam Məhdi əleyhissalamdır. Ki Allah buyurur, yuridunə liyutfi'u nurallah bi əfvahihim vallahu mutimmu nurih vələv kərihəl kafirun. Onlar istəyirlər Allahın nurunu öz ağızları ilə söndürsünlər. Ay bu ərəbindir, ay bu filanındır. Xeyr, hər şey məndəndir. Müəyyən nəfsani tuğyan və qasırğalarınızla dünya və axirət həyatınızı və digərlərinin həyatını xarab edə bilərsiniz. Amma o qasırğaların həqiqəti haqqın öz cilvəsidir. Necə ki, Qur'anda digər bir ayədə haqla batilin Allah misalını gözəl vurur. Haqq suyun özüdür, batil üzərində yaranan köpüklərdir. Allah buyurur, müəyyən müddət sonra o köpüklər gedər, o Allahdan rəngərəng köpüklər. Haqqın özü qalar. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.